Əziz tələbələr, hər birinizi xoş gördük. Makroiqtisadiyyatın növbəti dərsi ilə mən sizin qarşınızdayım. Makroiqtisadiyyat biraz ağır başladı, bilirsiniz. Yəni ki, biz başlayanda da nəzəriyyə ilə giriş elədik makroiqtisadiyyata. Çünki biz ümumiyyətlə makroiqtisadiyyatın nə olduğunu öyrənməliydik. Makroiqtisadiyyata hansı yanaşmalar mövcud olduğunu bilməliydik ki, qarşıdakı makroiqtisadi analizlərdə hər hansı bir çaşqınlığımız, sıxıntımız yaranmasın. Və biz keçən dərs sizlə öyrəndik ki, makroiqtisadiyyata klassik yanaşma, Keynesçi yanaşma və monetarist yanaşma deyilən müxtəlif yanaşmalar mövcud olub və onlar özünüz gördünüz, hər biri bir-birinin fikirlərini rədd edir, zid gəlir, özündən əvvəlkinin fikirlərini rədd edir. Ancaq bütün hallarda onların hər biri son dərəcə dəyərli iqtisadi nəzəriyyələr ortaya qoyub və istər Keynesçilər olsun, istər monetaristçilər olsun və yaxud elə şəxsən Keynesin özü və yaxud monetarist olan Friedmanın özü. Bunlar çox böyük böhranların aradan qaldırılmasına vəsilə olan adamlar olub. Yəni, iqtisadi nəzəriyyələrin baniləri olub. Və biz şübhəsiz ki, onları yaxşı bir şəkildə mənimsədik. Ondan da sonra biz milli gəlirlə bağlı digər anlayışlara keçdik. Yəni, milli gəlirlə bağlı anlayışlar deyəndə ümumi daxili məhsul və ümumi milli məhsul və onun digər elementləri nəzərdə tuturaq. Və onların hesablanma metodlarına, onların hansından nə çıxanda hansı alınır filan. Belə şeylərə biz biraz göz gəzdirdik sizinlə. Sonda sizə verdiyim cədvəl ümid edirəm ki, sizin üçün çox faydalı olub. İnanıram ki, də çox faydalı olub. Çünki istər ədəbiyyatlarda olsun, dərsliklərdə olsun, istərsə də ümumiyyətlə harda rastlaşırsınızsa, bunlar son dərəcə pərakəndədir, əziz tələbələr. Yəni, bunların hamısını kompakt bir cədvələ yığmaq və onu sizə təqdim etmək zərurəti məndə ondan yarandı ki, dağınıqlıq yaranmasın. Yəni, tələbə hamısını bir cədvəldə görsün, bu daha lakonikdir. Ümid edirəm ki, birinci mövzudan sonra sizin makroiqtisadiyyatla bağlı ümumi faydalılığınız artıb. Və bir də ümid edirəm ki, ikinci mövzumuzdan da sonra sizin ümumi faydalılığınız artmaqda davam edəcək, əziz tələbələr. Bugünkü mövzumuz məşğulluq və işsizlikdir. Məşğulluq və işsizlik məsələsinə iqtisadi tarixin müxtəlif dövrlərində müxtəlif yanaşmalar mövcud olub. Ancaq bunların ən mükəmməli yenə də Keynesçi yanaşmadır, əziz tələbələr. Ümumiyyətlə isə məşğulluq nəzəriyyəsinin banisi Keynes hesab olunur, bunu unutmayasınız. Və Keynesin fikrincə məşğulluq və işsizlik bizim real olaraq fikirləşdiyimiz məşğulluq və işsizlikdən biraz fərqlənir. Tutalım ki, məsələn, qonşumuz filan kəs işləmir və yaxud qohumumuz filan kəs işləmirsə, biz elə fikirləşirik ki, bəli, onlar işsizdirlər. Və yəni, bizim fikrimizcə işləməyən hər kəs işsizdir. Ancaq əslində isə belə deyil, əziz tələbələr. İşsiz konkret kimlər sayılır, işləyən kimlər sayılır, əmək qabiliyyətli kim sayılır, əmək qabiliyyəti olmayan kim sayılır, bunun hamısı öz əksini tapır məşğulluq nəzəriyyəsində. Və məşğulluq nəzəriyyəsi bax bu mövzuda sizə tərəfindən çatdırılacaq. Deməli, əziz tələbələr, bu dəfə də sizə bax belə bir sxematika tərtib elədim. Çünki sxematika olmasa, siz bilirsiniz də, mən əzbərçiliyə qarşıyam və mən istər real olsun, istər virtual olsun, heç bir tələbəmin əzbərçi olmasına qətiyyən göz yuma bilmirəm, istəmirəm, xoşlamıram. Mən istəyirəm ki, siz motorun necə işlədiyini biləsiniz. Fərqi yoxdur, iqtisadiyyat oldu, hansı elm olur olsun. Və ona görə də o mexanizmin nə tər işlədiyini bilmək üçün mexanizmin bir sxemi var da. Bax, o sxemi mən hazırlayıb sizə təqdim edirəm. Əhalini biz bölürük, əziz tələbələr. İqtisadi fəal olan əhali və iqtisadi fəal olmayan əhali olaraq bölürük. Və unutmayasınız ki, bu əmək qabiliyyətli əhali falan deyil, ha, tələbələr, qarışdırmayasınız. Yəni, əmək qabiliyyəti olan, əmək qabiliyyəti olmayan tamam başqa məsələdir. Mən o məsələyə qayıdacağım. Hələ ki, iqtisadi fəal olan əhali və iqtisadi fəal olmayan əhali haqqında danışırıq. İqtisadi fəal olmayan əhalini hələ ki, saxlayıram. Çünki bununla bağlı başqa şey deyəcəm. İqtisadi fəal olan əhalinin işçi qüvvəsinə daxil olanlar və işçi qüvvəsinə daxil olmayanlar deyə iki yerə bölürsünüz. İşçi qüvvəsinə daxil olanları məşğul əhali və işsiz əhali olaraq bölürsünüz. İşçi qüvvəsinə daxil olmayanlara bir də daxil edirsiniz kimi könüllü işsizləri. Bax, burada diqqət etməli olduğunuz məqam. Mən görürsünüz, könüllü işsizləri işsizlərə qatmamışam. Yəni, bunun indi səbəbini biz növbəti slaytda açıqlayacağıq. Və bu könüllü işsizlər, işsiz əhali, bir də məşğul əhali. Bu üçü bir yerdə əmələ gətirir nəyi? Qeyri-institusional əhalidir. İndi sağ tərəfə bir nəzər salın, əziz tələbələr. Burada baxın, təhsil alanlardan başlayırıq, iş tapa bilməyib ruhdan düşənlərə qədər gəlmişik. Və onların bir qismi iqtisadi fəal olmayan əhaliyə aid olacaq, bir qismi işçi qüvvəsinə daxil olmayan əhaliyə aid olacaq.
Baxın, ola bilər ki, adam iqtisadi fəal əhaliyə aid deyil. Üzr istəyirəm, iqtisadi fəal olmayan əhaliyə aiddir. İqtisadi fəal olmayan əhaliyə aiddirsə, əlbəttə ki, bunu mən işçi qüvvəsinə daxil olmayanlara daxil eləmərəm. Çünki işçi qüvvəsinə daxil olmayanlar iqtisadi fəal əhalinin tərkibində gedir. Dolayısıyla buradakı adamlar iqtisadi şəraitdən və müxtəlif digər amillərdən, səbəblərdən asılı olaraq ya iqtisadi fəal olmayan əhalidir, ya da iqtisadi fəal olan əhalidir ki, hansı ki, onun işçi qüvvəsinə daxil olmayanlar qisminə biz onu aid edirik. Məsələn, təhsil alanlar. Tutalım ki, sizinlərin hər biriniz hal-hazırda təhsil alırsınız və böyük əksəriyyətiniz işləmirsiniz. Belə vəziyyətdə mən sizə necə deyim ki, siz iqtisadi fəal olmayan əhalisiniz? Allaha şükür, sizin nəyiniz əksikdir, əziz tələbələr? Əliniz, ayağınız yerindədir, düzdürmü? İş qabiliyyətiniz, beyniniz, şuurunuz, təfəkkürünüz hamısı var. Beləliklə sizə iqtisadi fəal olmayan əhali demək olmaz. Amma siz faktiki olaraq işləmədiyinizə görə siz işçi qüvvəsinə daxil olmayan əhalisiniz. İqtisadi fəal əhalisiniz, lakin işçi qüvvəsinə daxil olmayan qismində yer alırsınız. Yaşı 15-dən az olanlar, tutalım ki, mənim balaca qızım Selcan. Selcanın 1 yaşı təzə tamam olub, mart ayında tamam olub. Siz Selcana nətər deyəcəksiniz işçi qüvvəsinə daxil olmayan? Biz bunu deyə bilmərik, düzdürmü əziz tələbələr? Selcan körpə uşaqdır da, o işçi qüvvəsinə daxil olmayanlara yox, iqtisadi fəal olmayan əhalinin tərkibinə daxildir. Hərbi xidmətdə olanlar deyəndə əskərləri nəzərdə tutmuşuq. Əskərə biz necə deyə bilərik iqtisadi fəal deyil. Adam gedir orada düşmənlə müharibə şəraitində qalır, düşmənlə müharibə eləyir, atışır. Bu, yəni iqtisadi fəal olmayan əhaliyə onu aid eləmək olmaz. İqtisadi fəal əhaliyə aiddir. Sadəcə olaraq hərbi xidmətdə olduğuna görə faktiki olaraq məşğulluqda heç bir payı yoxdur və ona görə də işçi qüvvəsinə daxil olmayan əhaliyə aiddir. Xəstəxanada olanlar, əziz tələbələr, yəni xəstəxanada olan şəxs, əhalinin xəstəxanada olan qismi, Allahdan hər birinə şəfa diləyirik. Onların içində elə xəstələr var ki, bəli, onlar iqtisadi fəal olmayan əhaliyə aiddir. Ancaq elə xəstələr də var ki, onlar iqtisadi fəaldır. Sadəcə olaraq müvəqqəti xəstəliklə bağlı olaraq işçi qüvvəsinə daxil deyil. Həbsxanada olanlar, onlara da yenə də arzu edirik ki, Allah tezliklə qapılarını açsın və azadlıqlarına qovuşsunlar. Həbsxanada olan, bizim əhalinin həbsxanada olan hissəsi, əziz tələbələr, onlar da iqtisadi fəal olmayan əhaliyə aid olmaz. Çünki həbsxanada olan şəxs iqtisadi fəal şəxsdir. Sadəcə olaraq o hal-hazırda həbsxanada olduğuna görə, əziz tələbələr, iqtisadi fəal olan əhali olmağına baxmayaraq məşğulluqda bir pay yoxdur və onlar işçi qüvvəsinə daxil deyillər. İndi sizin bəziləriniz deyəcəksiniz ki, həbsxanada onlara şərait yaradılıb, müəyyən fəaliyyətlə məşğuldurlar. Olsunlar, bəli, düzdür, dövlət onlara müəyyən şərait yaradıb. Həbsxanada olan şəxslər hansısa bir formada müəyyən səmərəli fəaliyyətlə məşğuldurlar. Ancaq yenə də onların məşğulluqda, dövlət səviyyəsindəki məşğulluqda payları olmadığına görə, əziz tələbələr, onlar məşğul əhalinin içinə sayılmazlar və yenə də onlar işçi qüvvəsinə daxil olmayanlara aiddir. Allah qoysa, onlar azadlıqlarına qovuşandan sonra bəli iş tap işləyəcəklər və onda artıq olacaqlar işçi qüvvəsinə daxil olanlar. Təqaüdçülər barədə danışanda, təqaüdçünün eləsi var ki, iqtisadi fəal deyil, düzdür, bu formadadır, buradadır. Eləsi var ki, iqtisadi fəaldır, lakin işçi qüvvəsinə daxil deyil. Təqaüdçülərin rəsmən iş qüvvəsinə daxil olanlar və məşğul əhali arasında yerləşməyi biraz qəliz məsələdir, əziz tələbələr. Bilirsiniz, bu Azərbaycan Respublikasında qanunvericiliklə biraz fərqli tənzimlənir və qanunvericiliyə əsasən bu belə tənzimlənir ki, əgər idarənin rəhbərliyi, strukturun rəhbərliyi həmən işçinin əvəz edilməyəcəyini müəyyən edirsə, onda müqavilə şəklində o təqaüdə çıxdıqdan sonra da qalıb işləyə bilər. Bu artıq rəhbərlikdən asılıdır və Dövlət İmtahan Mərkəzi suallarında bu qədər dərinliyinə getməz. Çünki məqsəd nədir? Məqsəd Keynesin məşğulluq nəzəriyyəsi ilə bağlı olan müddəaları araşdırmaq və onlar haqqında olan bilginizi müəyyən eləməkdə, əziz tələbələr. Yəni, siz Azərbaycan Respublikasının məşğulluq haqqındakı qanunvericiliyindən imtahan verməyəcəyinizə görə bu formada dərinlik sizin üçün lazım deyil. Yəni, bu formada dərinliyi düşünməyin və bu formada dərinliyə getməyin. Hələ ki, baxmayın ki, makroiqtisadiyyatdasınız, müəyyən məsələlərdə ceteris paribus vəziyyətində qalmaqda davam edin, əziz tələbələr. Bir də burada axırda gəlir, iş tapa bilməyib ruhdan düşənlər. İş tapa bilməyib ruhdan düşənləri görürsünüz, mən işsizlərə aid, işsiz əhaliyə aid etmirəm. Çünki işsiz əhali iş qüvvəsinə daxil olandır. Əgər adam iş tapa bilməyib ruhdan düşübsə, o iş qüvvəsinə daxil deyil, əziz tələbələr. O iş qüvvəsinə daxil olmayanlara aiddir və onun da könüllü iş, yəni burada təkcə könüllü işçilər yoxdur da, düzdür mü, işsizlər üzr istəyirəm. Könüllü işsizlər ora daxil, onların, bax bu
qrupun içindəkilərdən biri də könüllü işsizlərdir və iş tapa bilməyib ruhdan düşənlər könüllü işsiz deyillər, ancaq işsiz də sayılmayacaqlar. Səbəbini birazdan siz biləcəksiniz, əziz tələbələr. Bax, bura qədər bu sxemin, mexanizmin necə işləməyini ümid edirəm ki, siz hamınız başa düşdünüz. Və inanın mənə, sizə bundan artıq bir sual da, bundan çətin bir sual da gəlməz. Yəni, mənim sizə deyəcəklərim sizə inşallah ki, Dövlət İmtahan Mərkəzinin imtahanında, ikinci mərhələnin imtahanında sizə cavab vermək üçün kifayət eləyəcək. Və dediyim kimi, analitikanızı sağlam saxlayın imtahanda, hər zaman bunu deyirəm. Analitikanızı sağlam saxlayın ki, siz analiz edə biləsiniz, sualı analiz edə biləsiniz. Sualı düzgün başa düşsəniz, cavabları bunlardır. Arada su üçün, əziz tələbələr. Monitor qarşısındasınız. İndi isə baxaq görək bu məşğul əhali, işsiz əhali və s. nədir? Deməli, birinci mən başlayacağım ki, işsizlik unemployment sözündən götürülən U hərfi ilə işarə edilir. Bunu bilin. Yəni, bu sizə son dərəcə vacibdirmi? Deyil, ancaq bilməyinizdə fayda var. Ümumi iş qüvvəsi deyəndə nə fikirləşdik biz? Əhalinin işsiz təbəqəsi ilə əhalinin işləyən təbəqəsinin cəmini. Bax, bunlar əziz tələbələr. Bax, bu ümumi iş qüvvəsidir. İşçi qüvvəsinə daxil olanlar ümumi iş qüvvəsidir. Ümumi iş qüvvəsinin içində kimlər var idi, əziz tələbələr? Məşğul əhali var idi, bir də işsiz əhali var idi. İndi biz o məşğul əhali və işsiz əhali bir araşdıraq. Məşğul əhali ona deyirlər ki, adamlar faktiki olaraq işləmək istəyir və işləyir. Yəni, işləmək istəyən və işləyən hər kəs, hansı ki onların məşğulluqda payı var, onlar olacaq, əziz tələbələr, məşğul əhali. Təbii ki, buradakı məsələn, təqaüdçülərin içində işləmək istəyənlər, təhsil alanların içində işləmək istəyənlər və işləyənlər ki var, onları biz qatmayacaq, ümumi məşğul əhalinin içinə qatmayacaq, əziz tələbələr. Gördüyünüz kimi onları ayrıca yazmışam ki, onlar bir istisnadır hər biri. Aha, indi gəldik işsiz əhaliyə. İndi gəlin baxaq görək, mənim qonşum filan kəs və yaxud mənim əskər yoldaşım filan kəs işləmir. Onlar həqiqətən işsiz sayılacaqmı? Və onlar hansı şəkildə işsiz sayılacaqlar, əziz tələbələr? Unutmayasınız ki, əhalinin işləməyən, lakin faktiki olaraq iş axtaran təbəqəsinə biz işsiz deyirik. Baxın, məşğulluq səviyyəsi, məşğulluq nəzəriyyəsi makroiqtisadi bir nəzəriyyədir. Yəni, makroiqtisadiyyat nədir? Dövlət səviyyəsində tənzimlənən bir nəzəriyyədir. Əgər mənim qonşum filankəs işləmirsə və bu gedib məşğulluğa müraciət eləməyibsə, dövlət nə bilsin ki, bu adam işsizdir? Yəni, 10 milyon əhalini dövlət bir-bir analiz edə bilməz axı görüm kim işsizdir, kim işləyir və yaxud kim harada işsizdir. Yəni, biz dövlətimiz statistikaya baxır. Faktiki olaraq statistikada neçə nəfər işsiz olaraq qeydiyyatdan keçibsə, onlar işsiz sayılır və makroiqtisadi analizdə də bu formada tənzimlər, əziz tələbələr. Deməli, konkret kimlər işsiz sayılırmış? İşi olmayan, heç bir yerdə işləməyən və iş axtaran adamlar işsiz sayılırmış. Əlbəttə ki, işləməyən hər kəs işsiz sayılmaz. Dediyim kimi, işləməyən hər kəs işsiz sayılmaz. İş axtarmayan, iş axtarmaq həvəsində olmayan, işləmək həvəsində olmayan adama siz heç bir şəkildə işsiz deyə bilmərsiniz, əziz tələbələr. Tutalım ki, filan kəsin, məsələn, bax, bu videonu izləyən hər hansı bir Rafael adlı bir tələbənin pulu var, parası var, Allah özünə qismət eləsin, sağlığına qismət olsun və könüllü olaraq adam işləmir. Deyir, mənim hər şeyim var, mən nə edirəm işləyib? Biz nə tər deyə bilərik ki, Rafael 5-6 aydır, yazıq Rafael, 5-6 aydır işsizdir. Deyə bilərik, əziz tələbələr, deyə bilmərik bunu. Deməli, nəymiş? Əgər şəxslər könüllü olaraq işləmirsə, ümumiyyətlə, yəni səbəbindən asılı olmayaraq adam iş axtarmırsa, əziz tələbələr, bu şəxslər işsiz sayılmaz. Adamın şəxsi bir işi var, məsəl üçün, tutaq ki, dükanı var, ona görə də heç bir yerdə işləmir, bütün gün evdədir və yaxud bu bir səbəb. Adamın hər hansı bir təsərrüfat obyekti var, verib arendaya, oradan ay-bay buna müəyyən qədər məbləğ daxil olur, daxil olması var, ona görə də bu işləmir. Adamın atası icazə vermir işləməyə, ona görə işləmir, yəni ki, iş axtarmır. Adamın hər hansı bir səhhətində problem olduğu, var ya da belə bir şey olduğunu düşünür, iş axtarmır. Adam tənbəldir, ona görə iş axtarmır. Adam ailəsini çox sevir və daim istəyir ailəsi ilə vaxt keçirtsin, ona görə iş axtarmır. Bax, bütün bu səbəblərdən və yaxud orada həm də aiddir. Çox üzr istəyirəm. Adam işləyib, iş axtarıb, artıq bezib, tapa bilməyib və bezib və yaxud ruhdan düşüb, artıq axtarmır. Görürsünüz, əziz tələbələr, səbəbindən asılı olmayaraq, heç bir səbəbdən asılı olmayaraq, əgər şəxslər iş axtarmırlarsa hal-hazırda, da fərqi yoxdur, niyə axtarmır? Əgər iş axtarmırlarsa hal-hazırda, onlar işsiz sayılmazlar. Yalnız iş axtaran, aktiv olaraq iş axtaran şəxslər işsiz sayılarlar. İşsizlik səviyyəsi və məşğulluq səviyyəsi nədir və bunu siz necə müəyyən edəcəksiniz?
işsizlik səviyyəsi deyəndə, bax bu ümumi iş qüvvəsinə daxil olanları görürsünüz əziz tələbələr. Bax işsiz əhali bunların neçə faizini təşkil edir? Bax məsələ bundadır. Buna biz deyirik nə? Buna deyirik işsizlik səviyyəsi. Məsələn sizə deyir ki, ölkədəki məşğul əhalinin sayı, qələmimizi aktivləşdirək, rəngi də dəyişək, qoy sarı olsun rəng. Ölkədəki məşğul əhalinin sayı əziz tələbələr, sizə deyir ki 8 milyon, düzdür 8 milyon. Ölkədəki işsiz əhalinin sayı isə, baxın, işsiz əhalinin sayı isə 2 milyondur. Sizə deyəcək ki, ümumi ölkə üzrə işsizlik səviyyəsini müəyyən edin. Əziz tələbələr, qətiyyən burada 2-nin 8-dəki payını götürməyin. Bu çox məntiqsiz bir addımdır. Baxın, işsiz əhalinin ümumi məşğul əhali və işsiz əhalinin cəmi nə idi bizdə? Ümumi iş qüvvəsi. Bax, o işsiz əhalinin ümumi iş qüvvəsinin tərkibindəki payını araşdırırsınız. İşsiz əhali 2-dir, düzdür əziz tələbələr? 2. Ümumi iş qüvvəsi nədir? İşləyənlər və işləməyənlərin cəmi deyilmi? Baxın burada, ümumi iş qüvvəsi işləyənlər və işləməyənlərin cəmidir. İşləyənlərin bizim misalda və işləməyənlərin cəmi 10-dur. Böləcəksiniz 10-a, vuracaqsınız nəyə əziz tələbələr? 100%-ə. Və beləliklə siz tapacaqsınız ki, həmən o 2 milyon, o 10 milyonun içində hansı faizə malikdir? Qətiyyən yenə də deyirəm, 2 milyonu 8 milyona bölməyin, əziz tələbələr. Siz 2 milyonu 8 milyona bölsəniz, riyazi olaraq çox kobud bir səhv eləmiş olarsınız, məntiqi olaraq da çox kobud bir səhv eləmiş olarsınız. Yəni siz mahiyyətcə taparsınız ki, işsiz əhali, işləyən əhalinin neçə faizini təşkil edir? Belə bir şey məntiqsizlikdir. İşləyən əhalinin içində işsiz əhali nə gəzir, əziz tələbələr? Ona görə də işsiz əhali, işləyənlərlə işləməyənlərin cəmi olan məşğulluq, ümumi iş qüvvəsinin tərkibində hansı faizə malikdir? Bax, onu tapmalısınız. İmtahanda sizdən bundan çətin bir şey soruşularmı, əziz tələbələr? Qətiyyən soruşulmaz. Beləliklə, işsizlik səviyyəsini tapmaq üçün işsiz əhalinin ümumi iş qüvvəsinin, hansı ki orada işsizlər və işləməyənlərin cəmidir, ümumi iş qüvvəsinin sayına böləcəksiniz və onun faiz tərkibini müəyyən edəcəksiniz. Yəni 100%-ə vuracaqsınız. Öz növbəsində əhalinin məşğulluq səviyyəsini tapmaq üçün məşğul əhalini böləcəksiniz ümumi iş qüvvəsinə, vuracaqsınız 100%-ə əziz tələbələr. Tam məşğulluq nədir? Tam məşğulluq odur ki, əmək qabiliyyəti olan, işləmək istəyən, iş axtaran hər kəs işlə təmin olunmuşdur. Yəni ki, yadınıza gəlirsə tam məşğulluq məsələsini ortaya atmışdı klassiklər və sonra Keynes onları şiddətlə tənqid etdi ki, tam məşğulluq an məsələsidir, şans məsələsidir. Belə bir şey öz başına mümkün deyildir və faktiki olaraq tam məşğulluğun mövcud olması əziz tələbələr məntiqdən kənardır. Məntiqdən də çox kənarlaşmayaq və onu tam məşğulluğu utopik olaraq qəbul edirik. Ancaq nəzəriyyədə bu öz əksini tapacaq. Yəni, bütün dövlətlərin məqsədi tam məşğulluğa nail olmaqdır, əziz tələbələr. Natamam məşğulluq nədir? Əmək qabiliyyəti olan və işləmək istəyən, eyni zamanda iş axtaran hər kəsin, əhalinin bir qisminin, yəni hamısının yox, onların bir qisminin işlə təmin olunmasına biz nə deyirik? Biz deyirik tam, natamam və yaxud qeyri-tam məşğulluq. Əmək qabiliyyətli əhali isə əhalinin faktiki olaraq işləmək qabiliyyətində olan təbəqəsi fərqi yoxdur. Adam işsizdir, işləyir və yaxud iş axtarmağa həvəsi var, iş axtarmağa həvəsi yoxdur. Axtarmır, ruhdan düşüb və yaxud işləyir, fərqi yoxdur. Adamın əgər faktiki olaraq əmək qabiliyyəti varsa, həmən adam aid olacaq əmək qabiliyyətli əhalinin tərkibini, əziz tələbələr. Bax, bu belə. İndi isə mən sizə biraz izah edeyim, anlayış verim işsizliyin növləri barədə. Çünki işsizliyin növlərindən, əziz tələbələr, sizə suallar çox gələr. İşsizliyin növləri ədəbiyyatlarda bu qədər çox şaxəli deyil. Yəni, bu da son dərəcə normaldır. Çünki bəzi işsizlik, bəzi başqa işsizliyin tərkibində gedir. Lakin mən onların hamısını açmışam, əziz tələbələr ki, sizin üçün daha heç bir şey, heç bir sıxıntı qalmasın. Dolayısıyla işsizliyi, friksiyon işsizlik, onun tərkibində olan bir mövsümi işsizlik var, buna bölürük. Struktur işsizlik, onun tərkibində bir texnoloji işsizlik var. Yəni, tam olaraq tərkibində deyil, amma tələbə struktur və texnoloji işsizliyi daim qarışıq salır. Bu var. Dövrü işsizlik var, iqtisadi vəziyyətlə bağlı olaraq yaranan dövrü işsizlik var. Gizli işsizlik var, hansı ki, buna siz institusional əhalidir, üzr istəyirəm, işsizlik deyirsiniz. Və friksiyon və struktur işsizliyin cəmindən ibarət olan bir təbii işsizlik var. Eyni zamanda insanların könüllü sürətdə işləməkdən imtina elədiyi zaman ortaya çıxan bir könüllü işsizlik var. İndi isə əziz tələbələr, bu işsizlik növlərinin hər birini ayrı-ayrılıqda açıqlayaq. Görək bunların mahiyyəti nədən ibarətdir?
Baxın, friksion işsizlik, unutmayın ki, bax, bunların hər birinə aid olan konkret nüanslar var və bu nüansları siz bilməlisiniz. Friksion işsizlik, əziz tələbələr, müvəqqəti işsizlikdir. Və friksion işsizlik, işsizliyin arzu olunan forması hesab olunur. Bunun səbəbi nədir? Ümumiyyətlə, friksion işsizlik qısa müddətli olur, ona görə biz ona deyirik müvəqqəti işsizlikdir və friksion işsizliyin yaranmasının səbəbləri olaraq, bax, aşağıdakı orada yazılan müddəaları görə bilərsiniz. Fərdlər faktiki işlərini bəyənmirlər, əziz tələbələr, və daha yaxşı iş tapmaq üçün könüllü sürətdə işdən çıxırlar. Bax, bu bir friksion işsizlikdir. A adlı şəxs faktiki işlədiyi yerdəki əmək haqqından narazı qaldığına görə işdən çıxdı, öz ərizəsi ilə işdən çıxdı və daha yaxşı iş axtarmağa başladı. Həmən o işsiz qaldığı müddətdə A adlı şəxs olacaq friksion işsiz. Yəni, buna biz deyirik, həm də müvəqqəti işsiz. İkinci səbəbi ola bilər ki, şəxslər ixtisas artırma məqsədi ilə işdən çıxarlar. Məsəl üçün, dövlət bir qrup işçini ixtisas artırma məqsədi ilə xarici ölkələrə təlim keçməyə göndərdi və faktiki olaraq onlar işdən çıxıb gedirlər. Doğru, düzdürmü? Həm Azərbaycanda öz işlərində işləyib, həm orada iştirak eləməkləri birmənalı olaraq mümkün deyil. Ona görə də bunlar artıq olacaqlar friksion işsizlik. Və yaxud da fərdlər iş qüvvəsinə yeni daxil olmaq ərəfəsindədirlər. Tutalım ki, balaca qardaşınızın 15 yaşı var, hələ ki o işçi qüvvəsinə daxil deyil. Amma gələcəkdə bir müddət sonra o artıq işçi qüvvəsinə daxil olmaq ərəfəsində olanda artıq işləmək yaşına çatıb və o özünə iş axtarır. Bax, o olacaq friksion işsiz. Və yaxud, əgər hansısa bir tanışınız hərbi xidmətdədirsə, əziz tələbələr, hərbi xidmətdən qayıdandan sonra özünə iş axtaracaq, bu olacaq friksion işsiz. Və yaxud sizlərin balaca bacınız orta məktəbdə oxuyur və yaxud elə sizin özünüz ali məktəbdə oxuyursunuz, ona görə də oxuduğunuza görə işsizsiniz. Oxuyub bitirdikdən sonra, əziz tələbələr, siz işçi qüvvəsinə daxil olmaq ərəfəsində olacaqsınız və özünüzə iş axtaracaqsınız. Dolayısıyla siz olacaqsınız nə? Friksion işsiz. Görürsünüz, burada müəyyən yaxşı səbəblər də var. Yəni, adamların işçi qüvvəsinə yeni daxil olması, adamların özlərinin ixtisaslarının artırılması, adamların daha yaxşı şəraitli və daha yaxşı əmək haqqısı olan işlərə keçməyə can atması, bunlar hamısı xoş nüanslardır, yaxşı nüanslardır. Ona görə də işsizliyin bu formasına biz eyni zamanda arzu olunan işsizlik deyirik, əziz tələbələr. Yəni, siz friksion olaraq işsiz qalmaq, siz özünüz bəzən özünüz arzuluyursunuz ki, ixtisasınızı artırasınız, təhsilinizi davam elətdirəsiniz və yaxud daha yaxşı iş tapasınız. Friksion işsizliyin tərkibində deyək, bir mövsümi işsizlik gedir. Mövsümi işsizlik isə mövsümi işlərdə çalışan adamların qeyri-mövsüm ərəfəsindəki işsiz qalmaqlarını göstərən bir ifadədir mövsümi işsizlik. Tutalım ki, əgər məsəl üçün, mənim bir işim var, tutaq ki, alma yığmaqla məşğulam. Bu alma ilin 12 ayı yetişməz, düzdürmü? İlin 12 ayı alma yığımı ilə məşğul olmaq olmaz. Konkret bir dövr var da ki, həmən o periodda alma yığımı var. Həmən bax, o perioddakı alma yığımı dövründə mən alma yığmaqla məşğul olub pul qazanıram. Ancaq alma yığımı olmayan dövrlərdə qeyri-mövsüm olduğuna görə, alma yığımı üçün qeyri-mövsüm olduğuna görə, əziz tələbələr, mən nə edirəm? İşsiz qalıram. Bax, buna deyirik mövsümi işsizlik. Bu niyə friksiyona daxildir? Çünki bu da müvəqqətidir. Növbəti ildə yenə də alma yığımı mövsüm gələcək və yenə də sən işləyəcəksən. Bax, buna deyirik mövsümi işsizlik. Struktur işsizlik işsizliyin ən ağır formasıdır. Yəni, mahiyyətcə ən ağır formasıdır. Struktur işsizlik texnoloji yeniliklərin tətbiqi nəticəsində, elmi-texniki tərəqqinin inkişafı və elmi-texniki tərəqqi məhsullarının istehsala və xidmətə tətbiqi nəticəsində meydana çıxan istehsal və xidmətdəki struktur dəyişikliklərindən əlaqədar olaraq yaranan, əziz tələbələr, işsizlikdir ki, buna ona görə də struktur işsizlik deyirik biz. Struktur işsizlərin texnoloji işsizlərdən müəyyən qədər fərqləri var, əziz tələbələr. Bunun barəsində danışacağıq. Baxın, işsizliyin yaranmasının səbəbi, orada dediyimiz kimi, ETT və ET məhsullarının istehsal və xidmət sahələrinin tətbiq edilməsidir. Beləliklə, işləyən şəxslər yeni texnologiya uyğunlaşması zaman alır. Ona görə də onlar işdən azad olunurlar. Baxın, burada onlar bu texnologiyanı bilən başqa işçilərlə əvəz edilirlər sözü var. Burasını mən silirəm, əziz tələbələr. Buranı aid eləyəcəm. Buranı hara aid eləyəcəm? Aid eləyəcəm texnoloji işsizliyə. Buranı boş verin. Buranı aid eləyəcəm texnoloji işsizliyə. Onu da sizə, baxın, texnoloji işsizliyi izah eləyəndə deyəcəm. Slayd olaraq verməmişəm onu, ancaq belə sizə izah eləyəcəm, əziz tələbələr.
Deməli, struktur işsizliyə başqa səbəb də bilirsiniz nədir? Zaman keçdikcə əmtəə və ya xidmətlərə olan tələbin azalması. Yəni, insanların seçimlərindəki azalmaq. Tutalım ki, yadınıza gəlirsə 90-cı illərdə, siz o vaxtı düzdür, balaca olardınız əziz tələbələr, amma yadınıza mütləq gələcək. Plyonkalar var idi, Kodak plyonkaları. Hansı ki, o vaxtı fotoaparatların da yeni-yeni dövrlüyə buraxılan, məşhur olan vaxtları idi. Biz davamlı Kodak fotoplyonkalarını alırdıq və şəkillər çəkirdik. Yəni, o vaxtı görürsünüz, plyonka istehsalında çalışan insanlar, fotoplyonka istehsalında çalışan insanlar kifayət qədər iş sahibləri idi. Amma sonra zaman keçdikcə nə oldu? Sizin seçimləriniz dəyişdi. Siz artıq fotoplyonkalara üstünlük vermirsiniz, düzdürmü? Və yəni nə oldu əziz tələbələr? Şəkil çəkmək texnologiyasında bir struktur dəyişikliyi baş verdi. Artıq siz mobil telefonlarınızla çəkirsiniz onu və sizə lazım deyil o plyonkalar. Ona görə də nə baş verdi? Düzdür, bu fotoplyonkalar tamamən ortadan qalxmış deyil. Bəli, indi də istifadə olunur, amma kütləvilik azalıb. Beləliklə nə olub? Əvvəl fotoplyonka istehsalında 100 nəfər çalışırdısa şərti olaraq deyirəm. İndi struktur dəyişikliklərinin səbəbindən o 100 nəfərdən 90 nəfəri işdən azad olunub. Çünki fotoplyonqaya tələb yoxdur, seçimləriniz dəyişib. Və beləliklə onlar nə adlanacaq? Onlar struktur işsizlər adlanacaq. Struktur işsizlik uzun müddətli işsizlikdir gördüyünüz kimi əziz tələbələr və məcburi xarakter daşıyır. Bu işsizlik əhalinin miqrasiyasına olan təsiri ilə də fərqlənir. Məsələn, siz bugün Azərbaycanda ola bilər ki, fotoplyonka işində işləyirdiniz, istehsalında çalışırdınız və bugün Azərbaycanda kütləvilik, ona tələbin kütləviliyi azaldığına görə siz işdən azad olmuşsunuz. Ancaq başqa bir X ölkəsində buna çox böyük tələb var və siz miqrasiya edirsiniz ora. Çünki sizin işiniz, məşğuliyyətiniz, peşəniz ondan ibarətdir əziz tələbələr və siz ora miqrasiya edirsiniz. Bax, bu da olacaq nə əziz tələbələr? Bu da olacaq struktur işsizlik. İndi texnoloji işsizlik nə olan şeydir? Buna bir baxaq. Texnoloji işsizlik, ümumiyyətlə struktur işsizlik niyə uzun müddətli olur və struktur işsizlərin əvəzinə əziz tələbələr işçi qəbul edilməz. Misal üçün, fərz eləyin ki, biz və sizlər, bir 10 nəfər, mən elə bu misalı real tələbələri də həmişə verirəm. Bir çörək sexində işləyirik və xəmir yoğururuq. Bu bizim işimizdir. Və nə baş verdi? Rəhbərlik ora bir aparat gətirdi, texnologiya gətirdi. Əlbəttə ki, orada bizim əməyimizə nə dərəcədə ehtiyac qalır? Heç bir ehtiyac qalmır. Artıq o xəmiri maşın yoğuracaq, düzdürmü? Ona görə biz 15 nəfərin 13-ünü işdən azad elədilər. Bizim yerimizə yeni xəmir yoğuranlar götürəcəklər ora əziz tələbələr, götürməyəcəklər. Ona görə də bu nə oldu? Bu oldu struktur işsizlik. Görürsünüz, xidmət sahəsində, istehsal sahəsində bir struktur dəyişikliyi meydana gəldi və onlar işsiz qaldılar. Orada qaldı 2 nəfər. İndi həmən o 2 nəfərdən soruşurlar ki, sizin hansınız bu texnologiyadan istifadə edə bilirsiniz? Onlardan biri istifadə edə bildi və qaldı işdə. Amma o birisi sırf texnologiyadan istifadə qaydalarını bilmədiyinə görə əziz tələbələr işdən azad edildi. Dolayısıyla o nə oldu? O oldu texnoloji işsiz. Bax, bu da sizə texnoloji işsiz və struktur işsizliyin əsas fərqləri əziz tələbələr. Təbii işsizlik haqqında danışıram. Təbii işsizlik işsizliyin bu xüsusi növüdür. Başqa sözlə, siz təbii işsiz deyəndə, yəni o adamların işsiz qalması son dərəcə normal və son dərəcə təbiidir deyirik biz. Niyə bu belədir? Mahiyyətcə friksiyon işsizliyin və struktur işsizliyin cəmindən ibarətdir. Baxın, friksiyon işsizlik və struktur işsizliyi dövlət aradan qaldıra bilərmi? Dövlət onları aradan qaldıra bilməz. Çünki hər zaman yeni məzun olanlar olacaq ki, onları iş axtaracaq. Hər zaman böyüyən uşaqlar olacaq ki, işləmək yaşına gələcək və iş axtaracaq. Bunu aradan qaldırmaq mümkün deyil və hər zaman ixtisas artırması ilə bağlı işdən azad olunub gedib ixtisasını artıran şəxslər olacaq. Və bunlar son dərəcə təbii proseslərdir, düzdürmü? Yəni bunlar son dərəcə normaldır. Bax, ona görə də buna deyirik biz təbii işsizlik. Struktur işsizlik. Hər zaman texnologiya inkişaf edəcək, hər zaman yeni avadanlıqlar daxil ediləcək və müəyyən adamların əməyinə ehtiyac qalmayacaq. Bu, xoşa gəlməz bir addım olsa da təbii bir addımdır əziz tələbələr və bunu da dövlətin aradan qaldırması mümkün deyil. Ona görə də bu iki işsizlik bir yerdə əmələ gətirir. Nəyi? Təbii işsizliyi. Baxaq görək siklik işsizlik nədir? Burada mən sizə bir potensial ödəmə və real ödəmə anlayışlarını verəcəm. Buna çox dərin girməyəcəyik əziz tələbələr. Çox dərin girməyəcəyik. Ancaq müəyyən qədər anlayış verəcəm ki, siz biləsiniz. Arada su için əziz tələbələr. Baxın, siklik işsizliyi bir çox hallarda mövsümi işsizliklə qarışıq salırlar. Qətiyyən olmaz. Səbəbini indi biləcəksiniz.
Siklik və yaxud dövrü işsizlik əziz tələbələr iqtisadiyyatda meydana gələn dəyişmələrlə, dalğalanmalarla əlaqədar olaraq meydana çıxan işsizliyə biz siklik işsizlik deyirik. Amma mövsümi işsizlikdə görürsünüz, biz iqtisadi vəziyyətdən danışmadıq. Biz heç deyə bilərikmi ki, filan kəs ilin filan aylarında alma yığmaqla məşğul olmur, adam işsizdir, ona görə ki, iqtisadi vəziyyət buna imkan vermir, demirik. Sadəcə olaraq almanın mövsümü deyil, ona görə adam alma yığmaqla məşğul olmur və mövsümü işsiz qalır. Ancaq dövrü işsizlikdə söhbət sırf iqtisadiyyatdan gedir. Baxın, dövlətin bir var real ödəməsi, bir var potensial ödəməsi. Potensial ödəməni mən sarı xətlə işarələmişəm. Real ödəmədə isə görürsünüz, dalğalanma baş verib. Səbəbi nədən ibarətdir? Potensial ödəmə ölkənin ortaya qoya biləcəyi maksimal potensialı göstərir. Yəni biz mövcud gəlirlər, mövcud məşğulluq səviyyəsi ilə, mövcud istehsal resursları səviyyəsi ilə maksimum potensialımız nədir? Maksimum nə qədər ümumdaxili məhsul il ərzində istehsal edə bilərik? Bax, bu olur potensial ödəmə. Real ödəmə isə faktiki ödəmədir. Yəni mənim potensial ödəm ola bilər ki, mənim 1 milyard dollarlıq istehsal qüdrətim var. Ancaq hər il mən 1 milyard dollarlıq istehsal ortaya qoya bilirəmmi? Ortaya qoya bilmirəm. Bu nə ilə bağlıdır əziz tələbələr? Baxın, bəzi vəziyyətlərdə ölkədə vəziyyət son dərəcə yaxşı olur. Məsəl üçün, tutalım ki, xarici təşkilatlar, xarici maliyyə təşkilatı, beynəlxalq maliyyə təşkilatları, məsələn, ölkəyə bir kredit ayırırlar və ölkə onu konkret bir sahəyə yönəldir. Dolayısıyla real ödəməsi potensial ödəməsini üstələyir. Bu yaxşı bir şeydir. Amma bəzən olur ki, bax bu hissələrdə bəzən olur ki, böhran baş verir. Ona görə də real ödəmə potensial ödəmədən aşağı olur. Bəzi vaxtlarda tutalım ki, ölkəmizə neft gəlirlərindən daxil olmalar sürətləndi, artdı və bizdə real ödəmə potensial ödəmənin üstünə çıxdı. Bizdə Azərbaycan Respublikasında belə bu fakt olub, baş verib, tarixin müxtəlif dövrlərində olub belə bir şey. Və yaxud da tərsinə, real ödəmə potensial ödəmənin altına düşdü, yəni ki, ölkədə biraz vəziyyət gərginləşdi. Dolayısıyla ölkədə vəziyyət yaxşı olanda adamlar iş tapır, ölkədə vəziyyət yaxşı olmayanda işsizlik meydana gəlir. Yenə də ölkədə vəziyyət yaxşılaşır, məşğulluq bərpa olunur, yenə də ölkədə vəziyyət pisləşir, işsizlik meydana gəlir. Bax, bu siklik olaraq, bax, belə gedir əziz tələbələr. Ki, biz buna deyirik, hər dəfə bax, bu böhran yerlərindəki işsizliyə biz deyirik, siklik və yaxud da dövri işsizlik. Gizli işsizlik nədir? Gizli işsizlik deyəndə siz dərhal fikirləşməyin ki, adamlar gizli iş görürlər, ona görə də ona gizli işsizlik deyirlər. Bəli, o da var, ancaq gizli işsizliyin başqa tərəfləri də var əziz tələbələr. Bunun birinci tərəfi odur ki, adam işləyir, amma istehsala və xidmətə heç bir qatqısı yoxdur. Yadınızdadırmı demişdik ki, elə adamlar var ki, elə işdə elə bir işçi səviyyəsi, say səviyyəsi var ki, həmən işçilərin MPL dəyəri, Marginal Product of Labor, onların əməyinin son məhsulu sıfıra bərabərdir. Yəni, o adamlar nə edir əziz tələbələr? Heç bir şey, faktiki olaraq heç bir şey yaranırlar orada. Bax, o adamlara, o işlərə biz deyirik nə? Gizli işsizlik deyirik o adamlara. Və onların MPL-i sıfırdan aşağı olur. Bu biraz, belə deyim, gizli işsizliyə biraz beynəlxalq yanaşmadır, qərb yanaşmasıdır. Bir də ki, bizim başa düşə biləcəyimiz eyni zamanda gizli işsizlik nədir? Hansı şəxslərin işləməyi iqtisadiyyata fayda gətirmək əvəzinə zərər vurur əziz tələbələr? Məsələn, vergidən yayınan şəxsin vergidən yayınması iqtisadiyyata zərərdir. Ona görə vergidən yayınan şəxsin gördüyü iş gizli işsizlik sayılır. Yəni, adam neyinir əziz tələbələr? Gizlin iş görür. Yəni, bu faktiki olaraq işləyir. Tutalım ki, məsəl üçün, hər hansı bir formada qanunsuz fəaliyyətlə məşğuldur və əlbəttə ki, fəaliyyəti qanunsuz olduğuna görə bu vergi verməyəcək. Qanunsuz fəaliyyətlə məşğulsa bu adam işləyir. Düzdür? Amma bu, tutalım ki, dövlətin qeydiyyatlarında işsiz kimi, gedib məşğulluq adını yazdırıb işsiz kimi gedir. Yəni, adam faktiki olaraq işsizdir, ancaq gizlin iş görür. Düzdürmü? Ona görə ona biz deyirik nə? Gizli işsizlər deyirik onlara. Yəni, işsizdir, amma gizli işsizdir. Eyni zamanda da dövlətə vergi vermədiyinə görə iqtisadiyyata zərbə vuran adamdır. Bax bu və yaxud da post-sovet ölkələrində, SSR dağılandan sonra post-sovet ölkələrin demək olar ki, hamısında, zaman-zaman bizdə də, təəssüflər olsun ki, zaman-zaman bizdə də meydana gələn işsizlik növlərindən biri gizli işsizlikdir. Ki, məsəl üçün, işçilər haqqı ödənilmədən məzuniyyətə göndərilməsi məsələsi var. Dövlət buna qarşı daim mübarizə aparır. Belə məşğulluq siyasəti yürüdür. Amma təəssüflər olsun ki, bunun aradan qaldırılması bir xeyli iqtisadi olaraq bir xeyli zaman alır və buna hələ biz tam olaraq nail ola bilməmişik əziz tələbələr. Haqqı ödənilmədən şəxslərin məzuniyyətə göndərilməsi, hansı ki, bu dövlət sənədlərində öz əksini tapmır. Yəni, orada adamın haqqının ödənildiyi göstərilir. Müxtəlif strukturlar tərəfindən bu təəssüflər olsun ki, bu qanunsuzluq olur.
göstərilir, ancaq adamın haqqı faktiki olaraq ödənməmişdir. Və yaxud tam məşğulluqdan tam məşğul saatdan qısa məşğul saata, tam ştatdan yarım ştata keçirilir. Həmin o qalan yarım ştatda adam əgər işsizdirsə, bu olacaq gizli işsiz əziz tələbələr. Bax, bu formada işsizliyə biz deyəcəyik, gizli işsizlər Keynesin məşğulluq nəzəriyyəsində öz əksini tapır. Könüllü işsizlər deyəndə kimi başa düşürük? Könüllü işsizlər müəyyən bir məbləğ qarşılığında iş tapa bilər əslində. Sadəcə olaraq bundan könüllü surətdə imtina edilir. Bizim misalımızda könüllü işsiz kim idi? Rafael adında bir tələbə idi, düzdürmü? Rafaelin sağlığına qismət, pulu var, parası var, hər şeyi var. Rafael könüllü olaraq işləmir. Deyir, mən nə eləmişdir? Bax, Rafaelə biz heç vaxt deyə bilmərik ki, adam, heyf Rafael yazıq, 5-6 ayda işsizdir. Bunu deyə bilmərik. Çünki Rafaelin işsiz olması, işləməyindən daha sərf edir ona. Düzdür mü, əziz tələbələr? Bax, buna biz deyirik könüllü işsizlik və bunu işsizlərə qatırıq mı? Bunu işsizlərə qatmırıq, əziz tələbələr. İndi işsizliyə və məşğulluğa Keynesçi və klassik yanaşma haqqında müəyyən qədər danışaq. Mən sizə birinci mövzuda Keynesçilərlə klassiklərin arasındakı əsas fərqləri demişəm, əziz tələbələr. Məşğulluq nəzəriyyəsinin də Keynes tərəfindən meydana ortaya atıldığını bilirsiniz və o nəyə zidd olaraq meydana gəlmişdi? Klassiklərin məşğulluq yanaşmalarına zidd olaraq meydana gəlmişdi. Bax, burada gördüyünüz klassik və Keynesçi yanaşmalar eyni ilə birinci mövzuda sizə dediyim o klassiklərlə Keynesçilərin davadalaşından irəli gələn fikirlərdir. Yəni, həmən fikirlərdir. Sadəcə olaraq oradan seçmişəm məşğulluğa aid olunanları, əziz tələbələr, və neynəmişəm? Onları burada müqayisəli təhlil eləmişəm. Klassiklərə görə iqtisadiyyat tam məşğulluq səviyyəsində idi. Təbii işsizlikdən başqa qalan bütün işsizliklər tamamilə aradan qaldırılmışdı və məşğulluq tam təmin olunmuşdu. Keynesçilərə görə iqtisadiyyat heç vaxt tam məşğulluq səviyyəsinə öz-özünə gələ bilməz. Tam məşğulluğun təmin edilməsi bir an məsələsidir, bir təsadüfdür, bir şansdır. Bu qanunuyğunluq deyil və bunun təmin edilməsi üçün hökmən nə lazımdır? Dövlətin müdaxiləsi lazımdır. Klassiklər deyirdilər ki, ikinci müddəa, iqtisadiyyat tam məşğulluq səviyyəsində olduğuna görə hər zaman makroiqtisadi tarazlıq təmin olunur. Yəni, çünki məcmu tarazlığın yeganə şərti odur ki, makroiqtisadi tarazlığın yeganə şərti odur ki, tam məşğulluq təmin olunsun. Keynes deyirdi ki, makroiqtisadi tarazlığa nail olunmaq üçün tam məşğulluğun təmin olunması vacib deyil. Dövlət hətta qeyri-tam məşğulluq vəziyyətində səviyyəsində də, hətta və hətta inflyasiya olsa belə makroiqtisadi tarazlığa nail ola bilər, sadəcə gərək orada dövlət müdaxiləsi olsun. Klassiklərin fikrincə, əmək bazarında, əmək haqqı və yaxud əmtəə və xidmət bazarında da qiymətlər elastikdir. Yəni, onlar tarazlıq vəziyyətinin dəyişməsinə dərhal uyğunlaşırlar. Ancaq Keynesin yanaşmasına görə əmək bazarında əmək haqqıdır, əmtəə və xidmət bazarında da qiymətlərdir ki, bunlar qeyri-elastikdir. Onlar tarazlıq vəziyyətinin dəyişməsinə rahatlıqla uyğunlaşa bilməzlər. Özəlliklə əmək bazarındakı əməyin qiyməti düşdüyü zaman, əziz tələbələr, baxın, məşğulluq siyasətinə aiddir. Əməyin qiyməti düşdüyü zaman adam necə ola bilər ki, aşağı maaşla işləməyə dərhal uyğunlaşsın? Adam etiraz edəcək, işləməyəcək, uyğunlaşmaz. Bunun üçün gərək dövlət müdaxilə eləsin hansısa bir formada ki, xalqın rifah səviyyəsi aşağı düşməsin və xalq buna narazı qalmasın. Məşğulluq səviyyəsini klassiklərə görə, məşğulluq səviyyəsini müəyyən edən əsas amil nə idi, əziz tələbələr? Əmək haqqı və qiymətlər idi. Unutmayın, nəzəri sualdır və nəzəri sualın cavabıdır. Ancaq Keynes, bilirsiniz, Keynes xalq yönümlü, tələb yönümlü bir iqtisadçı idi və Keynes deyirdi ki, işsizliyi aradan qaldırmaq üçün əmək haqqının azaldılması son dərəcə yanlış addımdır. İşsizliyin əsas səbəbi tələb çatışmazlığıdır. Burada əmək haqqının heç bir rolu yoxdur. Siz tələb çatışmazlığını aradan qaldırmalısınız. Ona görə də Keynesə görə məşğulluq səviyyəsini müəyyən edən əsas amil nə idi? Məcmu tələb idi. Baxın, unutmayın, əziz tələbələr. Klassiklərdə əmək haqqı və qiymətlər idi, Keynesə görə məcmu tələb idi. Və unutmayın ki, Keynes hər cür əmək haqqı azaldılmasına qarşı idi. Bax, bu sizə, əziz tələbələr, klassiklər və Keynesçilərin, özəlliklə Keynesin özünün məşğulluq məsələləri ilə bağlı olan yanaşmalar idi ki, bunları da sizə qürurla çatdırdım. Məşğulluqla bağlı nəzəriyyələr bir çoxdur. Yəni, məşğulluqla bağlı ortaya atılan müddəalar, iddialar bir çoxdur. Müxtəlifdir. Phillips əyrisi deyilən bir əyri var. William Phillips deyilən bir iqtisadçıdır. Əlavə bir məlumat olaraq deyim ki, Phillips əyrisindəki texnologiyanı, yəni o mexanizmi Phillipsdən daha əvvəl fərq edən alim, müşahidə edən alim Irving Fisher idi. Sadəcə olaraq Fisher bunu çox da üzə çıxartmadı, belə deyək.
Hansısa bir formada Fisherin qarşısında maneələr oldu. Ancaq ondan sonra gələn William Phillips bu məsələni aydınlaşdırdı və Phillips qanunu olaraq iqtisadiyyata daxil etdi. Phillips əyrisi qısa müddətli dövrdə, baxın, qısa müddətlinin altından bir xətt çəkəcəm. Phillips əyrisi qısa müddətli dövrdə inflyasiya və işsizlik arasındakı asıllığı göstərir. Əyrinin ilkin forması variantı Phillips tərəfindən iqtisadiyyata daxil edildiyinə görə biz buna Phillips əyrisi deyirik. Və Phillips əyrisinə görə inflyasiya tempi və işsizlik səviyyəsi tərs mütənasibdir. Sadəcə olaraq Phillips bunu qısa müddət və uzun müddət olaraq bölməmişdi. Yəni Phillips bunu elə ümumiyyətlə atmışdı ortaya. Sonradan iqtisadçılar fikirləşdilər ki, uzun müddətli dövrdə bu öz nəticəsini göstərmir. Buralarını deyəcəyik. Phillipsin fikrincə, tələb inflyasiyasının səviyyəsini aşağı salmağın yeganə yolu nədir? Məşğulluğun məhdudlaşdırılması. Yəni ki, işsizliyin artırılması. Phillips fikirləşirdi ki, sən işsizliyi bir baraca artırsan, inflyasiyanı yuxarı qaldırsan, onda tələb inflyasiyası səviyyəsini aşağı sala bilərsən. Tələb inflyasiyası nə dərəcədə tələb bilər? Tələb artıqlığıdır. Həmən onu aşağı sala bilərsən. Yəni adamlar işləməyəcək, düzdür? Adamlar işləməyəcək, dolayısıyla çox pul qazanmayacaq və belə də çox da şey istəməyəcəklər. Çox tələb eləməyəcəklər və tələb səviyyəsi nisbətən aşağı düşəcək, qıtlıq problemi aradan qalxacaq. Bax, Phillipsin iqtisadiyyatının, Phillips əyrisinin əsas mahiyyəti ilk növbədə ondan ibarət idi. Başqa sözlə Phillips əyrisinə görə, Phillipsin fikrincə, istər qısa müddətli olsun, istər uzun müddətli olsun, dövlət pul təklifini artırmaqla inflyasiya səviyyəsini cüzi artırsa əgər, onda işsizlik səviyyəsi azalar, iqtisadiyyat əvvəlki stabil vəziyyətinə qayıdar. Bax, bu da Phillipsin tərs yönlü bir tərs baxışı. İlk fikri ilə tərs yönlü bir baxışı. Amma xatırlayırsınızsa, Friedman nə demişdi əziz tələbələr? Monetaristlərin biz iqtisadi fikirlərində bunu yaxşı öyrənmişdik. Friedman demişdi ki, uzun müddətli dövrdə pul təklifi öz bəhrəsini verərmi? Verməz. Uzun müddətli dövrdə pul təklifi inflyasiya yaradar, işsizliyi də heç aradan qaldırmarsan. Ona görə də ən yaxşısı odur ki, dövlət pul təklifini uzun müddətli dövrdə, qısa müddətli dövrdə eləsin. Dolayısıyla Phillips əyrisini qəbul eləyir, deyir, bəli, Phillips əyrisi düzdür. Lakin qısa müddətli dövrdə, uzun müddətli dövrdə Phillips əyrisi öz əhəmiyyətini itirəcəkdir, əziz tələbələr. İnkişaf etmiş ölkələrdə, sonradan dediyim kimi praktika onu göstərir ki, qısa müddətli dövrdə bu uyğundur, amma uzun müddətli dövrdə əhəmiyyətini itirir. Niyəsini biləcəyik qrafikin üzərində. Və dediyim kimi, inkişaf etmiş ölkələrin praktikasına görə Phillips əyrisi boyunca yuxarı getmək, yəni ki, inflyasiyanı artırıb işsizliyi azaltmaq daha məqsədə uyğundur. Nəinki işsizliyi artırıb inflyasiyanı azaltmaq. Çünki inflyasiyanın azalması, bəli, müsbət bir şeydir, amma işsizliyin artması son dərəcə təhlükəli bir şeydir. Burada ifrat, işsizlik artması, artımı baş verə bilər və bu çox böyük bir riskdir, əziz tələbələr. Görüntümü götürürəm ki, buranı yaxşı görəsiniz. Baxın, soldakı qısa müddətli dövrdə Phillips əyrisi. Tutalım ki, bax burada şaquli oxda inflyasiya tempi, işsizlik faizi isə üfüqi oxda göstərilmişdir. İnflyasiyanın tempi tutaq ki 4%'dir burada. 4%. Burada işsizliyin səviyyəsinə qədərdir, əziz tələbələr. Tutalım ki 17% işsizlik var. İndi mən işsizlik səviyyəsini artıranda, bunu 19% eləyəndə, görürsünüz, inflyasiya səviyyəsi nə eləyəcək? İnflyasiya səviyyəsi 4%-dən məsələn 2%-ə qədər düşəcək. Deməli, Phillips nə deyirdi? Phillips deyirdi ki, sən inflyasiyanı artır, qoy işsizlik azalsın. İnflyasiyanı artıranda, işsizlik azalanda nə baş verəcək? Tələb inflyasiyası aradan qalxacaq. Yəni, siz ya buradan bura doğru gedərsiniz, inflyasiyanın artırılması yolu ilə işsizliyi azaldarsınız, ya da tərsinə, inflyasiyanı 4-dən 2-yə azaldıb, işsizliyi artırarsınız. Bunun ikisi də Phillipsin fikrincə eyni nəticəyə səbəb olur. Ancaq praktika göstərdi ki, dövlətlər bu mexanizmi işə salanda praktika göstərdi ki, bax bu A nöqtəsindən B nöqtəsinə gəlmək riskdir. Çünki bəli, sən inflyasiyanı 4-dən 2-yə azaldırsan, ancaq işsizliyi də 17-dən 19-a artırırsan. İşsizliyin artırılması çox böyük bir riskdir. Ona görə yaxşı olar ki, B nöqtəsindən A nöqtəsinə gedək. Yəni, dövlət pul təklifi. Əslində, Phillipsin iqtisadiyyatını görürsünüz, ikinci tərəfi də bu idi. Dövlət pul təklifini artırsın, inflyasiyanı 2-dən 4-ə qədər artırsın və onda işsizlik 19-dan 17-yə qədər azalacaq, əziz tələbələr, və beləliklə tələb inflyasiyası nə baş verəcək? Tələb inflyasiyası azalacaq. Yəni, burada məqsəd işsizliyin azalması, məşğulluğun təmin edilməsi və beləliklə də məşğulun təmin edilməsidir. Lakin əgər bu tərs effekt verərsə,
onda tələb inflyasiyasında aradan qaldırılması üçün bunun tərsi getməlidir. Hansı ki, işsizliyin artırılması getməlidir. Və dediyimiz kimi, inkişaf etmiş ölkələrin praktikası göstərdi ki, bunun tərsi, işsizliyin artırılması, baxmayaraq ki, bəli, nəzəri olaraq işsizliyin artırılması həmən o tələb inflyasiyasını aşağı salar. Düzdür, insanlar işsiz olarlar, daha az şey tələb edirlər. Lakin bu işsizliyin artırılması prosesi baş verdiyinə görə burada çox böyük bir risklə qarşılaşa bilər dövlətlər. Uzun müddətli dövrdə isə əziz tələbələr, baxın, dövlət nə edir uzun müddətli dövrdə? Davamlı pul təklifi eləyir və iqtisadiyyatı artırır. Bax, bu pul təklifi təəssüflər olsun ki, işsizlik payını azaltmır. İşsizlik əgər 15%-dirsə, elə 15%-də də qalır əziz tələbələr, düzdürmü? 15%-də də qalır, ancaq nə baş verir? Pul təklifi artır. Yəni, inflyasiyanı artırır. Dolayısıyla Milton Friedman'ın dediyi bu idi ki, Phillips əyrisinin, Phillips iqtisadiyyatının qısa müddətli dövrdə bəli, son dərəcə böyük əhəmiyyəti var. Lakin uzun müddətli dövrdə bu öz əhəmiyyətini itirəcək. İşsizlik azalmayacaq, amma əvəzində inflyasiya tempi yüksələcək. Və inkişaf etmiş ölkələrin praktikası da göstərdi ki, Milton Friedman bu məsələdə haqlı idi. Bax, Phillips əyrisi və Phillips iqtisadiyyatı bu deməkdir, əziz tələbələr. Deyirəm və görüntümü bərpa edərək Oken qanununa başlayıram. Məşğulluq nəzəriyyəsinə aid olan sizdən imtahanda soruşula biləcək önəmli qanunlardan biri də Oken qanunudur. Arthur Oken o vaxtı İqtisadi Hesablamalar Palatasının sədri vəzifəsində işləyib, əziz tələbələr, Məsləhətçilər Palatasının sədri vəzifəsində işləyib Amerika Birləşmiş Ştatlarında və Arthur Oken müəyyən edib ki, ümumdaxili məhsulla işsizlik səviyyəsi arasında təbii ki, bir əlaqə var əlbəttə ki, bəs bu əlaqə nə tər baş verir? Bax, belə bir mexanizm işləyib, hazırlayıb Oken. Deməli, işçilər istehsal prosesində iştirak etmirlərsə, Okenin fikrincə, yaradılması mümkün olan əmtələr istehsal olunmayacaq. Yəni, potensial, bizim əgər bugün potensial üdəmə istehsal eləməyə potensialımız 100 milyarddırsa, hansı ki, bizim potensialımız var ki, 100 milyardlıq üdəmə istehsal eləyək. Əgər istehsal prosesində işçilər olmasa, məşğulluq səviyyəsi aşağı olsa, biz əlbəttə ki, o potensialı istehsal edə bilməyəcəyik və real üdəmə potensial üdəmədən kənarlaşacaq. Bəs bizim məşğulluq səviyyəsindəki o fərqdən asılı olaraq real üdəmə və potensial üdəmə arasındakı fərqlər necə meydana gəlir? Bax, bunu Arthur Oken fikirləşib ortaya qoyub və buna Oken əmsalı və yaxud Oken qanunu deyirlər, əziz tələbələr. Okenə görə mövcud işsizlik təbii işsizlikdən neçə faiz fərqlənəcəksə, potensial üdəmə ilə real üdəmə arasındakı fərq də onun 2 qatına bərabər olacaq. Baxın, mötərizədə burada yazmışam Oken əmsalı qədər. Çünki bu Oken əmsalı 2 də ola bilər, 2,5 də ola bilər, 3 də ola bilər, əziz tələbələr. O vaxt Oken özü bunu 3 vermişdi. Lakin sonradan dünya dövlətləri, başqa iqtisadçılar müəyyən etdilər ki, burada Oken əmsalı mexanizm olduğu kimi qalır və mükəmməl işləyir. Sadəcə olaraq əmsal bəzi yerlərdə 2 olar, bəzi yerlərdə 3 olar. Məsələn, bəzi ölkələrdə təbii işsizliklə faktiki işsizlik və təbii işsizlik arasındakı fərq tutaq ki, filan qədər olar. Real üdəmə və potensial üdəmə arasındakı fərq ondan 2 dəfə çox olar. Bəzi yerlərdə 2,5 dəfə çox olar. Bəzi yerlərdə 3 dəfə çox olar dedilər və Oken əmsalını 2, 2,5, 3 olaraq bildirdilər. Yaxşı, siz nə bilərsiniz ki, sən bunu 2-yə vuracaqsan, 3-ə yoxsa 2,5-ə? Bu imtahanda sizə verirlər, əziz tələbələr. Mötərizədə sizə verirlər ki, Oken əmsalı 2,5. Oken əmsalı 2, Oken əmsalı 3 və s. Ancaq bizdə Oken əmsalının 2,5 olduğu qəbul edilir və siz bunu 2,5 olaraq da yadda saxlayın. Deməli, siz potensial üdəmə və real üdəmənin arasındakı faiz fərqini necə tapa bilərsiniz? Potensialdan reala çıxıb bölərsiniz reala, düzdürmü? Və beləliklə üdəmə potensialdan üdəmə reala çıxıb, üdəmə reala bölürsünüz. Bax, bu da sizin üçün, əziz tələbələr, bu faktiki və yaxud real işsizlikdir. Bu isə təbii işsizlikdir. Buradakı təbiini silirəm, buradakı təbii səhv edib üzr istəyirəm. Deməli, təbii işsizlik, yəni bizdə ölkəmizdə təbii işsizlik məsələn 3%-dir. Düzdürmü? Təbii işsizlik, yəni əhalinin 3%-dir ki, o təbii işsizlərə, struktur işsizlərlə friksiyon işsizlərə aid olan 3%-dir, fərz eləyək, deyək. Amma faktiki işsizlik tutaq ki, 12%-dir. Düzdürmü? Burada arada nə qədər fərq var, əziz tələbələr? Arada bir 9%-lik fərq var. Və Oken əmsalı 2-yə bərabər olanda, onda bizim real üdəmə ilə potensial üdəmə arasındakı fərq nə qədər olur? 18%-lik bir fərq meydana çıxır. Bax, bu əlaqəni göstərib Oken.
Sağda misal vermişəm. İl ərzində ölkədə faktiki işsizlik səviyyəsi 11%, təbii işsizlik səviyyəsi 9% olmuşdur. Təbii işsizlik səviyyəsi 9% olmuşdur. Olken əmsalı 2,5 olarsa deyir, real ödəmə ilə potensial ödəmənin arasındakı fərqi, yəni ki, arasındakı kənarlaşma dərəcəsini müəyyən edin. Dərhal düsturu yazdınız əziz tələbələr. Təbii işsizlik nə idi? Təbii işsizlik bizdə deməli misalda olub 9%, yazdım bura 9. Faktiki işsizlik 11%. Olken əmsalda 2,5%. Yazdınız bura. Təbiidən, faktikidən təbiini çıxdınız. O 2% orada bir işsizlik fərqi var və o da Olken əmsalı qədər ödəmədə fərq yaradacaq. Deməli, o 2-ni də 2,5-ə vuracaqsınız, alacaqsınız 5%. Deməli, əziz tələbələr, real ödəmə və potensial ödəmə arasında 5%lik bir fərq əmələ gələcəkdir. Və baxın, təbii işsizlik azdır, düzdürmü? Amma faktiki işsizlik çoxdur. Deməli, bizdə faktiki işsizliyin çox olması nədir? Minusdur da, bu mənfi bir şeydir. Düzdürmü? Misalımıza görə bu mənfi bir şeydir. Əgər işsizlik mənfi olaraq çoxdursa, ümumiyyətlə işsizlik çoxdursa, ödəmədə nə baş verəcək? Azalma baş verəcək. Deməli, bizim misalımızda real ödəmə potensial ödəmədən 5% geriliyib. Yəni, mənfi 5%lik orada bir fərq olacaq, əziz tələbələr. Bax, burasını unutmayın. Olken qanununu unutmayın. Olken qanunu ilə bağlı sizə məsələ gələr və siz o məsələləri həll eləməyi bacarmalısınız. Bax, misalı götürür, misalı işləyin. Düsturu da ki, başa düşdünüz artıq. Sizdən hər zaman təbii işsizliyi və yəni sizdən heç vaxt işsizlik arasındakı kənarlaşmanı soruşmaz. Lap soruşsa belə ödəmələri yerinə qoyub işsizliklər arasındakı fərqi tapacaqsınız. Ancaq soruşmaz. Çünki Olken qanununun məntiqi ondan ibarətdir ki, işsizliklər arasındakı fərqdən istifadə edərək real ödəmə və potensial ödəmə arasındakı fərqi tapsınlar. Yəni, onların nəyinə lazım? Real və potensial ödəmənin fərqini müqayisə edib işsizlik arasındakı fərqi tapsınlar. Məqsəd nədir? Dövlət gəlirlərinin inkişaf tendensiyasını, o tempi müəyyən eləməkdir. Aradakı fərqləri, konjunkturanı müəyyən eləməkdir. Ona görə sizdən imtahanda qətiyyən onu soruşmazda deyirəm və sizə verirlər faktiki işsizlik, real işsizlik və Olken əmsalı. Faktikidən reala çıxırsınız, yəni təbiini çıxırsınız, daha doğrusu faktiki, real yox, faktiki işsizlik verirlər, yəni real işsizlikdir bu. Təbii işsizlik verirlər və Olken əmsalı verirlər. Realdan təbiini çıxırsınız, vurursunuz Olken əmsalına, bu sizə göstərəcək ki, ödəmədə hansı fərq yaranıb. Ancaq diqqət edəcəyiniz bir şey var. Bu ödəmədəki fərq geriləmədir, yoxsa müsbətdir. Əgər təbii ki, real işsizlik təbii işsizlikdən çoxdursa, onda deməli burada ödəmədə bir geriləmə baş verəcək. Düzdürmü, əziz tələbələr? Yəni, biz onu yorumlayanda nə deyəcəyik? Ödəmədə geriləmə baş vermişdir. Yox, əgər təbii işsizlik real işsizlikdən çoxdursa, onda heç bir sıxıntı yoxdur. Yəni, real işsizlik çox deyil də, yəni real işsizlik azdır, hər şey qaydasındadır. Ona görə də ödəmədə müsbət bir şey, irəliləmə baş verəcək, əziz tələbələr. Və beləliklə məşğulluq nəzəriyyəsini bitirdik, əziz tələbələr. Məşğulluq nəzəriyyəsini bitirdik xeyirlisi ilə. Bizim növbədə gələn mövzumuz yenə də Keynesin məcmu xərclər və məcmu gəlirlər analizidir. Hansı ki, ona siz AD-AC analizi də deyəcəksiniz. Deyəcəyik, ağır analizdir, ancaq çətin analiz deyil. Yenə də hər bir şey kimi, bax, bura qədər necə gəlmişik, əziz tələbələr? Uzun bir yol gəlmişik. 16-17 mövzu geridə qoymuşuq. Ağır mövzularla qarşılaşmışıq. Ancaq siz özünüz görürsünüz ki, biz motorun necə işlədiyini biləndən sonra heç bir sıxıntımız, problemimiz yaranmır, əziz tələbələr. Hər birinizə uğurlar arzu edirəm. Məşğulluq nəzəriyyəsini yaxşı mənimsiyin, testləri qarşınıza çıxdıqca daha çox baş işlətməyə çalışın və slayddakı, video dərsdəki materialları ora öyrəndikləriniz onu tətbiq eləməyi bacarın, əziz tələbələr. Analitikanızı sağlam saxlayın, motivasiyanızı yüksək saxlayın, özünüzə inamı itirməyin, qoy hazırlaşmayanlar, qoy heç bir şey bilməyənlər və yaxud öyrənmək istəməyənlər özlərinə inamları olmasın. O işi onlara buraxın. Siz hər zaman möhkəm olun. İnşallah imtihana buradan burana qalıb ki, az qalıb. Və imtihandan sonra hər birinizin bax, bu smailin görkəmini almağınızı arzulayıram, əziz tələbələr. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Növbəti dərsdə görüşəcəyik. Sağ olun.